1944-cü il avqustun 9-da Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi bir qətnamə imzaladı. Həmin qətnaməyə görə Türk xalqlarının tarixi yenidən yazılmalı və bəzi məqamlara toxunulmamalı idi. Səbəb, Türk xalqlarının əzəli torpaqlarının SSR ərazisinin əksər hissəsini təşkil etməsi idi. SSR rəhbərliyinin xüsusi və məxfi göstərişinə əsasən, qüdrətli dövlətlər qurmuş türklər barbar kimi təqdim edilməli, bir çox mühüm faktlar başqa xalqların adına yazılmalı idi. Bu tapşırığa uyğun olaraq türk mənşəli skiflərə İran dilli xalq damğası vuruldu. Gerçək tarixi faktların təhrifi Stalinin əmri ilə Asetin mənşəli alim Vasili Abayeva tapşırıldı. Çingizxanın imperiyasının tarixi də eyni tapşırıqla yenidən yazılaraq müasir Monqollara aid edildi. Bir çox mənbələr tərcümə edilərkən, müqayisə üçün orijinal mətnlər nəşr edilmədi. Çingizxanın imperiyası haqqında məlumat almaq üçün əsas mənbə Çingizxanın nəvəsi Hülaki xanın sarayında yaşamış Fəzlullah Rəşidəddinin yazdığı Cəmi ət-Təvarix, yəni Salnamələr toplusu adlı əsəridir. 1952-ci ildə SSR Elmlər Akademiyasında bu əsər rus dilinə tərcümə edilərək nəşr edildi. Kitabda Türk xalqlarının tarixi haqqında geniş məlumatlar verilib. Bu səbəbdən bu kitaba ön söz yazan Sovet alimi İlya Petruşevski açıq-aşkar xəbərdarlıq edir ki, SSR-də pan-türkist meyillərin qarşısı alınmalıdır. Tərcümədə türk kəlməsi bir çox yerdə Monqol sözü ilə dəyişdirildi. Moğul türk sözü Monqol adı ilə əvəz edildi. SSR alimlərinin bu cür saxtakarlıqlarından xəbərdar olan Qazax və Özbək tarixçiləri mənbələri yenidən orijinal mətnlərdən tərcümə etməyə başladılar. Və yalnız o zaman həqiqət ortaya çıxdı. Əmir Teymurun həyatından bəhs edən Zəfərnamə kitabında qeyd edilir ki, Moskva ulusu Yelet şəhəri alındıqdan sonra Əmir Teymurun yaratdığı Turan dövlətinə qatıldı. Moskva knyazları Turan dövlətinə bac xərac ödəməyə başladı. İndi isə Rəşidəddinin əsərinə diqqət edək. Monqolların türkçə danışdığını qeyd edən müəllif, Buxtarma, İrtiş və Kurçum çaylarının qovuşduğu yerdə olduğunu yazır. Bu ərazi Şərqi Qazaxstanda yerləşir. Salnamələrdə yazılıb ki, Çingizxanın soyu hələ 7-ci əsrdə burada qurulmuş Göytürk xaqanlığına söykənir. Məhz buna görə də Çingizxan öz soyunu Göyqurdun evladları adlandırırdı. Rəşidəddinin əsərini rus dilinə tərcümə edən Sovet alimləri mənbənin orijinal mətnini təhrif edərək Moğul türk nəslindən olan Çingizxanın doğulduğu məkanın İrtiş çayı sahillərində yox, müasir Monqolistan ərazisində olduğunu yazırlar. 1952-ci ilin noyabr ayında SSR Nazirlər Sovetinin qərarı ilə salnamələrdə Çingizxanın doğulduğu məkan kimi nişan verilən Buxtarma çayı vadisində su anbarı tikildi və türk soylu dünya fatihinin ata yurdu suyun altında qaldı. Bu, tarixdə görünməmiş bir hadisədir. Başqa bir xalqın tarixini silmək üçün 5490 kvadrat kilometrlik ərazi su altında batırıldı və 1960-cı ilə qədər bu iş başa çatdırıldı.